Onu oğlu gedəndən sonra ümumiyyətlə dəfələrlə gözüm yaşardı. Çünki yaşardı ona göre ki demek mənim kardeşim Sovet ve Qəhrəmanı adı almasıyla əlaqədar olarak hayatımızda geçirilen tədbirdə mənə anadan olduğumdan cəmsi 7-8 ay sonra oldu. Yani mən iməkliyirdim. O gündən son dövrə qədər, anam rəhmətə gedənə qədər biz ağlaşma içərisində, ağ içərisində, bayat içərisində büyümüşdük. Mən anam, atam deyərdi ki, sen anan ağlamağı bacarmazdın. Onu oğlu gedəndən sonra ümumiyyətlə dəfələrlə üzüntüsüyle hepsini idare etmek mümkün değil resmi. Yani onlar belədir. Ana da ondan sonra ağlamağı bacarır. Ama bu əslində qalsa fəxrli bir hadisədir. Siz bilirsiniz, indicə burada rəqəmlər deyildi. Kürdəmirdən nə qədər insanlar dəvət gediblər müharibəyə. Burada elə bir ailə yoxdur ki, ona böyük vətən müharibəsinin o təsiri olmasın. Hər bir ailə gözyaşlı qaldı. Çox şükür ki, Məmiş Sovet İttifaqı qəhrəmanının adına layiq görüldü.